1. Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, əziz valideynlərimiz. Mən Vüsal Kəlbəzər, 18 kitab müəllifi, Qızıl Qələm mükafatı, Çağdaş Təhsil, bax bu qarşınızda gördüyünüz Çağdaş Təhsil mətbuatının babası, atası. Görürsünüz yəqin ki, bu jurnalın rəhbəriyəm. Adım Vüsal Kəlbəzəridir. Bu günlərim 2026-cı il 5 may tarixində biz gözəl bir ailənin qonağıyıq. Yəni təhsilə, elmə dəyər verən, övladlarının gələcəkdə yaxşı təhsil almaq üçün Ruslan bəyin qonağıyıq. Dərin təşəkkürümü bildiririk və babası Əli bəy də bizi izləyir. Mən istəyirəm ki, bizim Süleyman balamız və bacısını, qardaşı sizlərə təqdim edəyəm. Hacıqabul rayonunun Udulu kəndində qabaqcıl, nümunəvi və gələcəkdə təhsilə daha çox inşallah maraq göstərən bizim gözəl balaları sizlərə təqdim eləmək istəyirəm. Sual-cavab elədim. Hələlik yaxşıdır. Nə kafidir, nə müsbətdir, hələlik əsas yaxşıdır, 4-dür. İnşallah gələcək bizim onlayn dərslərdə iştirak edər, daha da yüksək olar. İgid balamız, adın soyadın nədir? Əkbərov Süleyman. Əkbərov Süleyman kim olur? Ruslanoğlu. Çox gözəl. Gələcəkdə inşallah sən hansı peşəyə sahib olmaq istəyirsən? Müəllim olmaq istəyirəm, coğrafiya müəllimi. Ay maşallah, inşallah coğrafiyadan sənə sual-cavab eləyərəm. Hansı məktəbə şagirdsən? Hacıqabul rayonunun 1-ci Udulu kəndinin tam orta məktəbin şagirdiyəm. Hə. Sabir Cümayev. Çox gözəl. Bax bu qədər ixtisasların içində yüzlərlə ixtisaslar var da. Sən nəyə görə ancaq coğrafiya fənnini seçdin? Coğrafiya müəllim olmaq istədin? Onu oxuyum. O yaxşıdır. Onu oxuyum. Marağın var ona. Hə. Yəqin ki, coğrafiya müəllimi o fənnə sənə daha çox sevdiribdir. Hə. Adı nədir coğrafiya müəllimi? Təranə müəllim. Təranə müəllimə də dərin təşəkkür edirəm. Məktəbimizin direktoru nədir? Adı nədir? Həbib Şirəliyev. Düzdür, mən tənqidçi jurnalistəm, direktorları tərif eləmirəm. Amma onun adı deyək, ona da salam deyirik. Yaxşı, sənin adın nədir? Nərmin Əkbərli. Nərmin Əkbərli. Çox gözəl. Sən neçə sinifdə oxuyursan? 6. 6. Sən böyüyəndə hansı peşəyə sahib olmalısın? Müəllim. Nə müəllim olmalısın? Təbii, biologiya. İnşallah. Amma indi təbiət keçirik. Çox gözəl. Və bax, biologiya müəllimin adı nədir? Aytaz Muxtarov. Aytaz müəllimə. Sən hansı məktəbdə oxuyursan? Sabir Cümayev adına tam orta məktəb. Udulu kənd tam orta məktəbində, Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində. Deyir ki, belə bir el məsələ var. Deyir, dövlətdə dəvədir, övladda nəvədir. Burada ata, baba, nənəsi də var. Amma telefonda bir babası var. O da öz sözlərini deyibdi bizə. Mən istəyirəm onu da çatdırım. Əl babasıdır da, deyilmi? Əl babası sizə də dərin təşəkkür bildirirəm. Sağ ol deyirəm. Və biraz yaxın tut, o səsi düşsün. Hə, yox, ora dur. Al mikrofona tərəf tut, belə. Hə. Və arzu edirik ki, əl babası, nətərsiniz? Sağ ol, Allah razı olsun. Allah sizi salamat eləsin. Hə, çox gözəl. Əl babası, bax siz də çəkirəm. Qoy siz də düşəsiniz. Öz ürək sözlərinizi nə deyə bilərsiniz bizim igid balalara? Allah işlərin avan diləsin. Bəli. Sonra Səsləri yüksək kürsülərdən gəlsin. Onlardan böyük nəticələr gözləyirəm. Əsasda Süleyman səndən. İnşallah. Allah şüur avan diləsin. Allah buyur. Və bu qədər insanların qarşısında indi bizə söz verəcəkdilər bunlar. Çox sağ olun. Bu qədər insanların qarşısında bizə söz verirlər. Bugün 2026-cı il demək 5 may tarixidir. Bizə söz verəcəkdilər ki, inşallah gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olmağı söz verəcəkdilər. Söz verirsənmi? Bəli. Bəs sən söz verirsənmi? Bəli. İnşallah. Bizim də arzumuz odur ki, gələcəkdə hansı sənətin peşənin sahib olmağınıza baxmayaraq vətənimizin dəyərli vətəndaşları olarız. Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəzəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonunda olduq və sizlərə təqdim elədik. Təşəkkürlər, minnətdaram, çox sağ olun.